İran rejiminə qarşı mənim hədsiz hirsim, hiccəm var. Niyə görə? Bu zalim rejim nəyə görəsə çox az Azərbaycanı, bizim indi yaşadığımız Azərbaycanı hədəfləyən bəyanatlar, addımlar atır. Gərək bunu çox eləsin. Niyə görə? Fikir verirsinizsə, o tayda yaşayan bəzilərinin 15 milyon, bəzilərimizin 40 milyon dediyi Azərbaycanlılar ancaq Azərbaycan dövlətinin yadına nə zaman düşür? İranla Azərbaycan dövləti arasında problem yarananda. Qarabağ müharibəsindən sonra biz bunu gördük ki, İlham Əliyevin birdən-birə yadına düşdü ki, o tərəfdə deməli bizim milyonlarla soydaşımız var, onların hüquqları var və mənəvi ehtiyacları budur ki, Azərbaycan dövləti onları müdafiə eləsin. Nə ata, nə oğul İlham Əliyev o çağa qədər güneydə yaşayan vətəndaşlarımızın mədəni, siyasi, digər hüquqları ilə bağlı bir dəfə o müqəddəs dodaqlarını aralayıb bir söz deməmişdilər. İndi də ya vəlvələdən, ya zəlzələdən İran dronları gəldi, Naxçıvana düşdü və birdən İlham Əliyevin yadına düşdü ki, o tərəfdə bizim soydaşlarımız var. Ona görə mən istəyərəm ki, qansız, xatasız, dava şava olmadan İran hakimiyyəti heç olmaya kvartalda 3-4 dəfə Azərbaycan hakimiyyətini incidən nəsə bəyanatlar falanlar versin və Azərbaycan hakimiyyəti daha sistematik şəkildə düşünməyə başlasın ki, o tərəfdə bizim soydaşlarımız var. Yoxsa yadlarından çıxır.